Salam hörmətli izləyicilər. Bugün sizə ingilis fənni üzrə nisbətən çətin olan suallardan birini izah edəcəm. Gördüyünüz bu sual test toplusu birinci hissədə səhifə 37, test 126-dır, hansı ki əvəzlik bölməsinə aiddir bu test. Demək, müəllifi olduğum mövzu konspektləri kitabında bu testlərlə bağlı, xüsusən bu testlərlə bağlı bir qeyd aparmışam. Çünki şagirdlərin ən çox təhlil etdiyi testlərdən biridir. Əldə etmək istəsəniz, bu yolda olan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Deməli, bu testdə biz iki əvəzlik verməliyik. Biri cümlənin başında, biri isə cümlənin sonunda. Deməli, gördüyünüz kimi bu sual cümləsi və sual cümləsi vergüllə kilsəlidir. Buna deyirlər ingiliscəsində ayrıcı suallar. Disjunctive questions və yaxud da tag questions deyirlər buna. Qeyd belədir kitabında, müəllif olduğum kitabda, ayrıcı sual cümləsində cümlənin başındakı əvəzlik təyin olunacaq özündən sonra gələn ilk ismə görə. Yəni, burada artıq cəm bir əvəzlik verməliyik biz, çünki bizim ismimiz cəmdədir. Tək əvəzliklər atılır. Deməli, A və B variantlarını biz kənarlaşdırırıq. Amma vergüldən sonraki əvəzlik isə təyin olunacaq S apostrof və apostrof S-dən sonra gələn ismə görə. Bəli, burada isə olacaq bizim əvəzliyimiz tək. Çünki apostrof S və S apostrof sonra gələn ismə görə veririksə, burada da S apostrofdan sonra bizim ismimiz təkdədir. Discovery-yə görə tək verməliyik. Deməli, ikincidə tək olmalıdırsa, ikincidə cəmləri də atırıq. Cavab olacaq burada C variantı. Oxuyaq və tərcüməsinə baxaq. These researchers discovery had a lot of advantages. Didn't it? Yəni, burada it verəcəyik. Çünki deyir ki, bu tədqiqatçıların kəşfinin çoxlu üstünlükləri var idi. Elə deyilmi? Nəyin üstünlüyü olub? Kəşfin. Elə deyilmi o kəşf? Yəni, o kəşfin üstünlüyü olub. Ona görə burada kəşfə görə biz tək əvəzlik verməliyik. Yəni, burada tədqiqatçıların üstünlüyü olmayıb da, tədqiqatçıların kəşfinin üstünlüyü olub. Ona görə burada kəşfə görə biz tək əvəzlik verməliyik. Cavabımız olacaq C variantı.